Bu qədər yaza bilsə pisdir, gəlin biraz səslə danışaq. Hal-hazırda platform oyunu yüklənir və platform oyunu oynayacaq. Bu bizim hələ ki ən aşağı levelimizdir. Görək necə oluşacaq. Hələ çox detallı bilgi verməmişik. Özünüzdə gördüyünüz kimi çox qısa bilgi verdik ki, bəs belə bir oyun. Aha, oyun yaratdı. Baxaq. Bu nə də ola? Bəsdir, mən getdim. Bu səfər biraz daha bilgi verdi. Görək nə çıxaracaq ortaya. O buraya qətiyyən bərbad idi. Yəni yaxşı bir sistem qurmuşdu. Yəni anlamışdı mantığı, amma xəritə yox idi, qabağa getmək olmurdu. Yəni necə deyim, görək bu səfər necə olacaq. Bu səfər daha çox bilgi verdik. Hələ ki kodu yazır. Çox yəni efsanevi platform mənzərəsi. Nələr ekləndi? Level 1, level 2, zümrüt ormanı, kristal mağarası. Aha, görək nə edir. Pis olsa yenə gedirəm mən. Baxaq görək. Zümrüt ormanı. Aha, başlayaq. Tullanaq bunun üstünə. Bu nə ola? Necə tullandım mən bunun üstünə? Bu nə məntiqsiz oyundur? Çox məntiqsiz oyundur. Bu nə ola? Belə oyun oynayacağız. Yox, yaxşı oyun deyil bu. O gedirsən düşürsən, yüzdə tullamağa yer var ki, mən tullanım. Yox, çıx get oyun. Uşaqlar, indi ən baba bilgini verdik buna. Açıq-aşkar dedik ki, Subway Surfers tərzi oyun elə. Açıq-aşkar dedik ki, belə bir oyun elə. Görək necə oyun yaradır. Həqiqətən mənə özümə çox maraqlıdır. Səncə, mən buna demişəm qatarların üstünə tullanım, Subway Surfda. Bu mənə qatarların üstündən yox, necə mənə kubik eləyib mənə. Oynayaq görək necə. Məsəl üçün, hazırda normal xəritəsi var. Tullanan niyə Subway Surfda tullanan oyun çox boş məntiqlidir. Yəni çox mənasızdır da. Yəni belə oyun olmaz olsun. Sağ ol.